Azərselə zəng eləmişəm ki, məndən hər ay mənim xəbərim olmadan 2 manat pul tutursunuz. Bu nə puldur? Deyir ki, bəs 25 dəqiqə sizə danışır, 250 megabayt sizə internet verir. Mən bu tarifi istəmirəm deyirəm və o deyir ki, yox, bu tarifdən çıxa bilmərsiniz və mümkün deyil. Yəni belə çıxır ki, Azərsel nömrəsi işlədiriksə, biz bu nömrə işlətdiyimiz üçün, aboneliyimiz üçün 2 manat dinsək də, dinməsək də bizim pulumuzdan çıxırlar. Söhbət 2 manatdan deyil, bəziləri də indi fikir bildirə bilər. Amma bir var ki, xalqımız, dövlətimiz, millətimiz nəyisə üçün bir yardım olar və bunu sevərək edərik. Məbləğin azlığı, çoxluğuna da heç belə baxmarıq. Amma bir Azərsel abonəçisi deyə bizim cibimizə niyə girməlisən və milyonlarca insan cibindən xəbəri olmadan girib götürürsən və bu doğru bir məsələ deyil. Məhz buna görə də mən nömrəmi, Azərsel nömrəmi Baksel şəbəkəsinə daşıyacağım. Yəni o şəbəkədən istifadə edəcəm və bu haqda da öz şikayətimi bildirmişəm. Bildirsəm də baxan yoxdur, amma sizcə fikirlərinizdə bölüşün. Görün burada yanlış bir nəsə var mı? Mən yoxsa yanlış düşünürəm. Sağ olun, təşəkkür edirəm.